Gəlin sondan başlayaq. Birincisi, arzumuz, diləyimiz, Allahdan da istəyimiz budur ki, ölümsüz, itimsiz bu İran hadisələri yekunlaşsın. Belə təhlükə həmişə var. Hətta provokasiya da ola bilər. Ola bilər Amerikanlar yox, qarşı tərəfdən bəsic raketi buraxa bilər. Acığa, məsələn. Allah qorusun bizim xalqımızı da, bizim coğrafiyamızı da, dövlətimizi də. Gələk məsələnin ikinci tərəfinə. Sizin hörmətli həmkarlarınız dünəndən bu barədə çox sual veriblər də, jurnalist dostlarımız çox sual veriblər. Bəziləri də doğru anlamayıblar. 25%lik tarif İran mallarına tətbiq olunmur. Amerika ilə ticarətdə tətbiq olunacaq kim İranla ticarət edirsə. Yəni, məsələn, İrandan ticarəti varsa, Azərbaycanın ticarəti var. Amerika deyir ki, mənimlə ticarətdə sənə əlavə 25% gömrük rüsumu tətbiq eləyəcəm, o ticarəti davam etdirəcəksənsə. Yəni, bunun İran mallarına, İrandan gələn məhsullara heç bir aidiyyatı yoxdur. Onun rüsumları dəyişmir. Amerika Azərbaycana bu tətbiq eləyəndə xeyir mi görəcək, ziyan mı? Ziyan görəcək. Niyə? Çünki Azərbaycandan nə alır ki Amerika? Amma biz Amerikadan 800 milyon dollarlıq illik mal alırıq. O da əsasən də texnoloji mallardır. Yəni, neft təmiri avadanlıqlarıdır, qazma avadanlıqlarıdır, baltalardır, kompüterlərdir və s. və s. Belə şeylər alırıq. Yaxşı, onlar 25% qoysa, biz də 25% vergi qoysaq nə olacaq Amerikan mallarına? Kim udacaq? Mənə elə gəlir ki, burada bizim Azərbaycana təsir edəcək məqam rüsum deyil, logistik zəncirlərin qırılması ehtimalıdır. Yəni, böyük bir xaos olsa, Allah eləməsin İranda, o logistik zəncirlər qırılacaq. Yəni, mal xidmətlərin Azərbaycana ixracatında axsamalar olacaq. İndi gələk bizim ticarət dövriyyəmizə də. Azərbaycanla İranın ticarət dövriyyəsi təqribən 450-550 milyon dollar arasıdır. Onun da 90%-ni biz İrandan alırıq. Bizim nəyimiz var ki İrana sataq? Neft, qazlı İrana da ehtiyacı yoxdur da. Amma biz İrandan nə alırıq? Ərzaq məhsulları, məişət kimyası, tikinti materialları. Bunların heç biri də sanksiyon mallar deyil. O da var. Məsələn, Rusiyaya bu qədər 30 mindən çox sanksiya qoyulub bugünə qədər, amma Rusiya taxılı hamıya sata bilər. Günəbaxan yağını hamıya sata bilər. Burada problem yoxdur. Sadəcə satmağa çıxış imkanları məhduddur. Türkiyə kömək eləməsə sata bilmir Qaradənizdən. O başqa məsələ. İranda da eyni şeydir. Dərmandır, ərzaq məhsullardır. Bunlar humanitar məsələlər olduğuna görə heç bir sanksiyalara tuş gəlmirlər. Ola bilər ki, Trump sabah çıxsın desin ki, hə, bu 25% qalır. Amma bu ərzağa, dərman preparatlarına aid deyil. Əbəs salam bitdi də bizim də onsuz da aldığımız olardı. Bu bir. İkincisi, bu kimə hesablanıb da? Gəlin ona bax. Bu hesablanıb Çinə. İranın ən böyük ticarət tərəfdaşı, 5 ticarət tərəfdaşını götürsək, Çindir, Rusiyadır, Türkiyədir yeri gəlmişkən, heç də az deyil. Bir də Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı, bax bu körfəz ölkələrdir. Yaxşı, Çinə qarşı zaten var da sanksiyalar. Tariflər var. Və gələn ilin, bu ilin artıq da, bu ilin noyabrına qədər də bir tarif atəşkəsi elan olunmuşdu Amerika ilə Çin arasında. İndi 25% Çinən mallarını qaldırsa Trump, İranla əlaqələrə görə. Eyni şeyi Çin də eləyəcəkdir. Amerika məhsullarının tariflərini 25% qaldıracaq. Bu nədir? Blefdirmi bu? Yoxsa gücünü mü göstərir? Sadəcə seçilmiş addımlar olacaq məncə. Seçilmiş. Yəni, məhsul növləri üzrə və ölkələr üzrə. İranın 108 ölkə ilə 10 milyon dollardan artıq ticarət dövriyyəsi var. Bütün ölkələri saysaq, yəni 10 milyondan aşağını da saysaq, demək olar ki, bütün ölkələr də var. Nə olur? Bütün dünyaya 25%lik sanksiya tətbiq olunacaq. Bu bir. İkincisi, Amerikada seçkilərə gedir. Bu dəqiqə Trump'ın etdiyi bütün addımların ana xətti seçkidir. Noyabr seçkiləri, ara seçkilərdir. Benzinin qiymətini salıb. Amerikanlar artıq Trump'ın başına and içməyə başlayıblar. Çünki Amerika benzin ölkəsidir, avtomobil ölkəsidir. Daxili yükdaşımaların 70%-i avtomobillərlədir. Dəmir yolları orada çox az inkişaf edib də, ancaq ana magistrallar var. Yəni, artıq benzinin qiyməti düşüb. İnflyasiya 2,7-dən 2,4%-ə düşüb. Yeri gəlmişkən ona görə də Fed Rezerv rəhbərini tənqid edir ki, faizləri sal, cəmaət qoy krediti ucuz götürür. Ardınca qiymətlərin də düşməsi, inflyasiyanın da düşməsi baş verirsə, bunun təsirləri ilə Trump seçkilərdə çox böyük üstünlük qazanacağını düşünür. Amma indi birdən-birə
Gəlsin 25% xərcdən tarif. Qiymətlər qalxacaq da Amerikada. İstənilən ölkədə, Azərbaycan, Amerika, Bangladeş fərqi yoxdur. İstənilən ölkədə hakimiyyət, hökumət vergi rüsum tətbiq eləyirsə, onun son ödəyicisi vətəndaş olur. Sizlə mən. Amerikada da Johnla Michel fərqi yoxdur. Onların son ödəyicisini onlar olacaqsa, Trump bir 5 dəfə düşünəcək ki, seçkidən öncə qiymətlərin qaldırılmasına getsin, yoxsa yox. Blefdirmi? Tam da blef deyil, amma həm də blefdir. Çünki neftə aid olacağını mən düşünürəm bu sanksiyaların. Başqa heç nəyə yox. Ancaq və ancaq neftə. Onun başqa yolu da var. Venezuela'dan ətrafından tanker keçə bilmir. Tutur basır hamısını içəri. Fars körfəzi, Hürmüz boğazı isə lap dardır da. Orada nə var ki, 2 dənə hərbi gəmini qoyub oradan çıxan tankerləri tutsan kim onun qabağını kəsəcək? Yəni ona görə neftə qarşı çox sərt sanksiyalar olacaq. Amma hər şeyə qarşı sanksiyaların olacağını düşünmürəm. Mən Azərbaycanda da bu İran məhsulları niyə önəmlidir? Həcmi böyük deyil. Dediyim kimi, olsun 500 milyon dollarlıq. Amma qiyməti ucuz olduğuna görə digər ölkələrdən gələn analoji məhsulların qiymətinin artmasını qarşısını kəsir. Alternativ olaraq. Alternativ olduğuna görə və ucuz olduğuna görə. Bax, indi İran məhsulları kəsilsə bazardan, o zaman başqa alternativlərin də qiyməti qalxacaq. Məsələn, keramika, tikinti materialları da. İran ucuzdur deyə Türkiyədən də ona uyğun və Çindən də onun qiymətindən biraz baha məhsul gətirirlər. İndi o olmasa, artacaq bir 20%, 30% tikinti materialları artacaq. İstəyir düyü olsun, yağ olsun. Son vaxtlar kərə yağında Azərbaycanda ciddi problemlərin biraz aşağı düşməsinin səbəbi İran yağı idi.